Bugün xalqımız Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsini qeyd edir. Biz hazırda Kürdəmir rayon Şıxılmı kəndindəyik. Kənd sakinləri bu əziz günü şən əhval-ruhi ilə qeyd edir. Su həyatın başlanğıcı, saflığın rəmzidir. Gəlin Su çərşənbəsi rayonumuzda necə qeyd olunur, ona nəzər salaq. Allah dünyamızı salamat eləsin. Gedən əskərlərimiz sağ-salamat gəlsin. Allah nətər deyərlər, ölkəmizi diclik eləsin ki, bu cəmaatın balaları hamısı sülh, əmənamanlıq olsun. Allah hamıya sağ can versin, başıva dönün. Birinci növbədə dünyamız salamat olsun, müharibə olmasın, Su çərşənbəsinin mübarək olsun. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Bütün xalqımızı, Azərbaycan xalqı və öz həm yerlərimi, həm kəndlərimi təbrik edirəm. Xalqımıza bundan da xoş güzəran arzulayıram. Azizim bülbüləmə, Pakistan, bayatmışsın biləmə, Pakistan, çərşənbələr içində, Pakistan, üçüncü yer güləmə, Pakistan.